Salamlayıram. Bugünkü pasiyentimizin burun ucunda xeyli miqdarda bir dolğu var idi. Pasiyentimizin dediyinə görə dolğu 2021-ci ildə icra olunub burnuna. Hətta orada dolğu belə qalmayıb. Gedib müraciət edib yenidən ki, dolğunu əritsin. Deyiblər ki, orada artıq dolğu qalmayıb. Lakin biz burnu açdığımız zaman burun ucunda xeyli miqdarda, dərialtı toxumada xeyli miqdarda dolğu müşahidə elədik. Ona görə pasiyentlərimizə buradan müraciət edib demək istəyirəm ki, əgər burun əməliyyatına nəzərdə tuturlarsa, nə vaxtsa, rinoplastika əməliyyatını nəzərdə tuturlarsa, o zaman dolğu olunmaması məsləhətdir. Çünki dolğu həm burun qığırdaqlarına zərərlidir, qığırdaqları zəiflədə bilir, həm də dərialtı toxumada genəlmə yaradır, böyüdür dərini daha da. Və əməliyyat sırasında bizə problem yaradır, xəstənin özü üçün də problem yarana bilər. Ona görə əgər dolğu varsa, əməliyyatdan öncə əridilməsi məsləhətdir.